Dostlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 3-cü sinif Azərbaycan iş dəftərləri səhifə 21, 22 və 23-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsinə basmaq unutmayın. Gəlin başlayaq. Birinci fəslimizin adı hünər göstərən qazandır. Bir A tapşırıqda deyir ki, hadisələri qazanca çoban bətliyindəki ardıcıllığa uyğun olaraq nömrələ. Gəlin nömrələyək. Deyir ki, Salur qazan çobanı ağaca bağladı. Sonra çoban düşmənin hücumunu dəf etdi. Salur qazan ova çıxmışdı. Salur qazanla çoban düşmənə qalib gəldilər. Düşmən hücum edib qazan levini taladı. Çoban ağacı kökündən çıxarıb qazanın dalınca getdi. Birinci olmalıdır. Salur qazan ova çıxmışdı. Birinci Salur qazan ova çıxdı. Sonra düşmən hücum edib qazanın evini taladı. Sonra isə çoban düşmənin hücumunu dəf etdi. Bu 3'dür. 4 də Salur qazan çobanı ağaca bağladı. Sonra 5 çoban ağacı kökündən çıxarıb qazanın dalınca getdi. Salur qazanla çobanı düşmənə qalib. Salur qazanla çoban düşmənə qalib yerlər. Bu da 6-cıdır. Birinci oldu Salur qazan ova çıxmışdı. İkinci oldu düşmən hücum edib qazanın evini taladı. Üçüncü oldu çoban düşməninin hücumunu dəf etdi. Dördüncü oldu Salur qazan çobanı ağaca bağladı. Beşinci oldu çoban ağacı kökündən çıxardıb qazanın dalınca getdi. Altıncı da oldu Salur qazanla çoban düşmənə qalib gəldilər. Və tapşırıqda deyir ki, Qaraca çoban bətliylə seçilmiş epizodları oxu. Epizodun aid olduğu obrazı müəyyən et və ona münasibət bildir. Açar sözlər qürurlu, cəsur və təpərvər, fürsətçil və xain. Birincidə bizə misal olaraq göstərilib. Epizod sapanlığına daş qoyub atdı. Birini atanda iki atlını yerə sərdi. Qaraca çoban cəsurdur, tək başına döysə də düşməni sürüyə yaxın buraxmır. Biz də yazaq. İkincini oxuyaq. İkinci epizodum. Qazanın ova getməsini istifadə edib Oğuz elinə hücum çəkdi. Kim? Düşmən. Yazaq bura düşmən. Buradan. Düşmən. 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 Oldu düşmən. Sonra münasibət fürsətçil və xaindir. Buradan götürdük onu. Baxın, açar sözlərdə fürsətçil və xain var. Sonra fürsətçil və xaindir. Yazaq bura. Fürsətçil və xaindir. Qazanın yoxluğunu fürsət bilib neynədilər? Onun evini taladılar. Onun evini taladı. Evini taladı. Obraz oldu. Düşmən münasibət fürsətçil və xaindir. Qazan yoxluğunu fürsət bilib onun evini taladı.
Aha, üçüncüye baxaq. Çobanı nəhəng bir ağaca möhkəm sarıyıb yoluna davam etdi. Bu kimdir? Bu Qazan xandır. Obrazda buna nə götürə bilərik? Qürurludur. Qürurludur. Aha, yazaq burada. E, Qazan xan. Qazan xan. Buraya yazaq. Qürurludur. 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 E, düşündü ki çoban çoban çobanla getsə getsə e, düşmən onu düşmən onu qorxaq bilər. Aha, obrazı yazırıq Qazan xan, münasibəti yazırıq qürurludur, düşündü. Burada düşündü yazmışam, burada düşündü olmalıdır. Buradan düşündü. Şey yazım. Aha, burada qürurludur, düşündü ki, çobanla getsə düşmən onu qorxaq bilər. Dördüncüyə baxaq. Oğuz elinin qisası mənim də qisasımdır deyə inad etdi. Bu kimdir? Kim idi? Bu Qaraca çoban idi. Obraz Qaraca çoban idi. Münasibətdə nə yazaq? Vətənpərvərdir bu, bəli. Hmm. Yazaq bura Qaraca çoban. Hə. Em, çoban. Çoban. Hə. Vətənpərvərdir. Yazaq burada. Vətənpərvərdir. Vətənpərvərdir. Qazan xanla köməkləşib köməklə köməkləşib Oğuz elini xilas etdi. Oğuz elini xilas etdi. Aha, obraz yerində yazdıq Qaraca çoban, münasibət yerində yazdıq vətənpərvərdir Qazan xanla köməkləşib Oğuz elini xilas etdi. Keçək səhifə 22-yə. İki tapşırığında deyir ki, verilmiş fikirlərin hansı mətnə aid olduğunu qeyd et. Aha. A-da Qaraca çoban mətnə aiddir. B. Dirsə Xanoğlu Buğac mətnə aiddir. C. Hər iki mətnə aiddir. 1. Mətnin əsas qəhrəmanlarından biri çobandır. Bu nədir? Qaraca çobandır. Burada Qaraca çoban. Dairəyə alaq. Aha, dairəyə aldım. 2. Mətnin qəhrəmanı Buğaya qalib gəlir. Bu nədir? Dirsən Xanoğlu Buğac. Oxuduq biz, dinlən mətni idi.
3. Göstərdiyi hünərə görə Dədə Qorqud qəhrəmana ad verir. Nədir? C. Hər iki mətndə ona ad verir. Sonra 4. Mətnin əsas qəhrəmanı xan oğludur. Bu hansıdır? B'dir. Lisa xanoğlu. Adından da bilinir də xan oğludur. 5. Düşmənlərin Oğuz elinə hücumundan danışılır. Oğuz elinə hücumundan Ada, yəni Qaraca Çobanda danışılır. 6. Oğuz igidlərinin şücaətindən bəhs edilir. Hər iki mətndə. Aha, birinci də A, ikinci də B, üçüncü də C, dördüncü də B, beşinci də A, altıncı da C. B. Cümlələri Dirsə xanoğlu Buğaz mətninə əsasən tamamla. Cümlələrə əlavə etdiyin söz krossvordun hansı krossvordun uyğun sütununa yaz. Yuxarıdan aşağı 1. Dədə Qorqud göstərdiyi qəhrəmanlığa görə gəncə Buğac adını verdi. Yazaq birincidə Buğac. Yazaq qara rəngdən. Yazaq görünər. Yazaq. Buğac. Bu. Yazaq burada Buğac. Buğac. Aha, sonra nədir? 2. Oğuz elinin başçısı xanın Burla Xatun adlı qızı vardı. Bayandır xanın. 2-də yazaq Bayandır. Bayan. Bayandır. Bayandır. Sonra üçdə deyir ki, soldan sağa. Döyüşə tamaşa edən insanlardan dolu idi. Hara? Meydan. 3. Meydan. Meydan döyüşə tamaşa edən insanlarla dolu idi. 5. Dirsə burada birinci 4 gəlir. Aha. Biz bunları sonra axırda biz yazarıq hamısını. Aha 4. Oğlan ayaqlarını elə dayadı ki, dizə qədər torpağa batdı. Nəyi? Elə möhkəm dayadı ki. 5. Xanın oğlu Buğanın qarşısına atıldı. Dirsə xanın oğlu. 6. Oğuz igidləri hünər göstərib ad qazanırdılar. Aha, gəlin bir də nə idi? Yazaq. Belə. Hamısı görünsün. Aha, belə. Bir də nə idi? Bir qəhrəmana görə gəncə Buğac. Buğac adı verildi. Buğac. Sonra 2. Oğuz elinin başçısı Bayandır. Bayandır. Aha, sonra 3'də meydanda döyüşə tamaşa edən insanlar, meydan döyüşə tamaşa edən insanlarla dolu idi. Burada yazaq meydan. Meydan.
Sonra dördüncüdə olan ayaqlarını yerə elə möhkəm, yazaq bura möhkəm. Mö, yo, mı, möhkəm. Sonra beşincidə nə idi? Ə, beşincidə dirsək xanlıqlı. Aha. Dirsə. Aha, altıda da Oğuz igidləri hünər göstərib. Yazaq bura hünər. Hünər. Aha, belə oldu. Crossword. Aha, biz sadəcə bu hansısa rəngin üstündə olanları saxlayaq. Çünki o bizə bu biri digər tapşırıqda lazım olacaq. Aha. E, sonra deməli bizə nə idi? Bizdən istəyirdi ki, cümlələri Dirsək xanoğlu Buğac mətninə əsasən tamamla. Cümlələri əlavə etdiyin sözü crosswordun uyğun sütununa yaz. Burada 3-də meydan idi. M, E yazaq. E və Y. Aha. İndi biz bunları biz keçək digər tapşırığımıza. Rəngli. Aha. Bunları silək. Artıq bizə lazım deyil bunlar. Çünki aha. 5-də deyir ki, rəngli xanalardakı 5-də rəngli xanalardakı hərfləri uyğun yerlərə yaz. Daha bir Oğuz igidinin adını öyrən. Aha. Bir də nə deyirdi? Buğa. Bir də buğacı idi. Yazaq bura B. Sonra 2-də nə idi? Oğuz elinin başçısı nə? Bayandır. Yəni o qırmızı xanada nədir? Baxaq. Bu A. Bu da Y. Sonra 5-də nə idi? 5-də dirsə. Aha. Dirsə. Axırda. Burada R olmalıydı. Və dirsə. Aha. Aha, bu yaşıl xanada R-dır, R-dır. R. R yazaq bura. Sonra isə sarı xana 5 oradı. Nədir orada? Dirsə. Ay yazaq bura Ə. Bənövşə üstündə da 6-cıdır. Oğuz igidləri hünər. Hü. Yo, bu deyəsən 4-cüdür də. Dördüncüdür bu. M, Ö, H, K, möhkəm. Oradır, dördüncü. Biz də bir dənə də Oğuz elini, igidin adını öyrəndik. Adı nəymiş? Bayrək. Keçək səhifə 23-ə. 3 tapşırığımızda deyir ki, cümlələrdəki sözləri aşağıdakı cədvəl üzrə qruplaşdır. 1. Bəh-bəh nə gözəl havadır. 2. Çətirimi götürdüm. Çünki güclü yağış yağırdı. 3. 20 dəqiqə gözlədik, amma avtobus gəlmədi. Aha. Ad bildirən sözlərdə yazaq. Hava.
Sonra çətir. Sonra yazacaq yağış. Sonra yazacaq dəqiqə. Sonra da avtobus. Avtobus yazacaq. Avtobus. Əlamət bildirən sözlərdə olacaq gözəl və güclü. Gözəl, güclü. Güclü. Aha, sayda 20. 20. Hərəkət bildirən sözlərdə götürdüm. Götürdüm. Aha, götürdüm. Yığırdı. Yığırdı. Yığırdı yox, yağırdı. Yağırdı yazaq. Yağırdı. Aha, sonra nə idi burada? Gözlədik gəlmədi. Gözlədik gəlmədi. Gəlmədi. Köməkçi söz bəhbəh. Bəhbəh. Sonra nə? Çünki amma. Amma, aha. Ad bildirən sözlərdə hava, çətir, yağış, dəqiqə, avtobus. Əlamətdə gözəl, güclü, say 20. Hərəkət götürdüm, yağırdı, gözlədik, gəlmədi. Köməkçi söz bəhbəhnə, çünki amma. Aha, keçək tapşırıq B-yə. Cümlələri oxu, köməkçi sözlərin altından xətt çək. Aha, gəlin xətt çəkək. 1. Keçmişini unutma. Çünki o gələcəyi müəllimidir. Aha, keçmişini unutma. Çünki burada köməkçi sözdür. 2. Ana Sevdaya çiyələk aldı, amma Sevda yemədi. Amma. 3. Urra, babam gəldi. Urra. 4. Kaş hamı evinə sağ-salamat qayıda. Kaş. Sonra 5. Mən sizə xoşbəxtlik və can sağlığı arzulayıram. Və birincidə çünki, ikincidə amma, üçüncüdə urra, dördüncüdə kaş, beşincidə və. Keçək tapşırıq 3-ə. C tapşırığında deyir ki, nöqtələrin yerinə uyğun gələn köməkçi sözlər artır. Aha, gəlin artıraq. Birincidə vay vay, sözlərdə belədir, amma vay vay, bəs və çünki. 1. Vay vay, nədə səliqəsiz yazmısan? Yazaq. Vay. Vay. Necə də səliqəsiz yazmısan? 2. Dost seçilər, amma vətən seçilməz. Amma. 3. Seymour mağazadan şokolad və 4. Əkrəm həmişə uğur qazanır, çünki o zəhmətkeş oğlandır. Çünki o zəhmətkeş oğlandır. 5. Bəs bunu bilmirdin, olar. Bəs. Aha, birincidə vay və, ikincidə amma, üçüncüdə və, dördüncüdə çünki, beşincidə də bəs. C tapşırığında deyir ki, 4-dən biri fərqlidir. Fərqlənən sözü seç.
A. Oyun, B. Musiqi, C. Və, e, Ç. Rəqs. Burada və. Çünki bu köməkçi sözdür. Hamısı isə ad bildirir. A. Yazmaq, B. Lakin, C. Bilmək, C. Görmək, lakin. Burada da hamısı feildir, ancaq bu köməkçi sözdür. A. Üçüncü, B. İkinci, C. Çünki, Ç. Axırıncı. Çünki. Burada da hamısı saydı, bir dənə bu köməkçi sözdür. A. Dadlı, B. Şirin, C. Turş, Ç. Axı. Axı. Çünki bunların hamısı əlamət bildirən sözlərdir. Yalnız bu köməkçi sözdür. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.